Bu gün mən son günlərdə daha çox pozitiv rastladığımız göğüs kürəyi infeksiyası haqqında danışmaq istəyirəm. Göğüs kürəyi infeksiyası Bordetella pertussis bakteriyaları tərəfindən törədilən spazmatik tutmalarla xarakterizə olunan bakterial tənəffüs yolu infeksiyasıdır. Bu infeksiyaya kimlər risk altındadır? Adətən 6 aydan aşağı körpələr və peyvənd olunmamış uşaqlar risk altında sayılırlar. Göğüs kürəyi infeksiyasına necə diaqnoz qoyulur? Bu infeksiyaya diaqnoz qoymaq üçün ilk və ən sürətli metod PCR metodudur. Nazofaringeal sürüntüdən alınmış materialda PCR müayinəsinin nəticəsinə əsasən diaqnoz qoymaq mümkündür. Eyni zamanda kultivasiya metodu gold standart hesab olunur, lakin nəticələrin bir həftə və daha artıq müddətdə hazır olması səbəbindən rutində istifadə olunmur. Üçüncü metod seroloji metoddur. Bu zaman Bordetella pertussisə qarşı yaranmış anticismlər qanda təyin olunur. Göğüs kürəkdən necə qorunmalı? Göğüs kürəkdən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Azərbaycanda peyvənd təqviminə əsasən uşaqlar doğulduqdan sonra 2, 3, 4-cü ay, 18-ci ay və 6 yaşında peyvənd təqviminə riayət edilməsi göğüs kürəkdən qorunmanın ən effektiv yoludur.